Salam, axşamınız xeyir olsun LTV izləyiciləri. İşdən sonra efirdədir. Bu günlərimdə belə deyim, Yevlaxdayam. Şəhərdə istəyirəm gəzim görüm, Yevlax əhalisi işdən sonra bu günlərim hara gedəcəklər, vaxtlarını necə dəyərləndirirlər. Ümumiyyətlə qış fəslidir və havalar soyuqdur. Adətən belə vaxtlarda insanlar işdən çıxırlar və birbaşa evlərinə getməyə hazırlaşırlar. Çünki isti ev hər kəs üçün belə deyim, doğmadır, əzizdir və hər kəs istirahətə doğru can atır. Amma yenə də şəhərdə insanlar var və əminəm ki, onlardan kimsə ya mənə müsahibə verəcək, elə Samir getdik görək kimlər var şəhərdə. Gənclərimiz bilmirəm niyəsə görə müsahibə verməkdən çəkinir, amma qarşısında Nazim gəlir, bizim əməkdaşdır, görək o neyiniyir. Salam Nazim, necəsən, nə var nə yox? Samir, salam, nətərsiniz? Neyinirsiniz, uğur olsun. Çox sağ ol, işdən sonra çəkməyə çıxmışdım, elə şəhərdə maraqlıydı görüm Yevlax əhalisi ümumiyyətlə işdən sonra hara gedirlər. Elə sən də işdən çıxmısan, yəni eyni vaxtda çıxırıq işdən. Mən də işdən çıxmışam, mən indi məşqə gedirəm, bilmirəm. Məşqə gedirsən? Bəlkə də bu dəfə Samir öz əməkdaşımızı çəkək, nə deyirsən? Samir də razıdır, əgər sən də razısansa birgə gedək. Problem yoxdur, gedəyin, məşq prosesində çəkəyin, verilişin formatına uyğun nə lazımdırsa, Eləsə gəlir biz yavaş-yavaş gedək. Yaxşı, gedək. Əslində Nazım bu tərəfdən gəlirdi, mən yenidən yolunu dəyişdim onun. Olmaz, biz qabaqdan taksi ilə gedərik, problem yoxdur. Təbii ki, bu kadrları bizim tamaşaçılar görməyəcək. Bir qədər söhbət edeyim səndən Nazım, bax belə. İş yoldaşımızdan demirlər ki, hər gün eyni vaxt işə gəlirik, eyni vaxt işdən çıxırıq, ağır gərgin iş saatları olur. İşdən sonra da dincəlməliyik. Sən də dedin ki, məşqə gedirəm. Məşq sən ümumiyyətlə işdən sonra yəni etdiyin məşq sənin üçün istirahətdirmi? Bəli, mən mütəmadi olaraq gedirəm. İndi bir balaca qış aylarında yəni məşqə ara verirəm. Yəni tək günlər ya cüt günlərə salıram, baxıram həftəmə və həftəmdə olan iş qrafikimə. Çalışıram ki, yəni işimə mane olmayım və digər işlərimə də. Mümkün qədər yəni heç bir problem olmur. Yəni məşq çox yaxşı şeydir. İnsan gümrahlaşdırır, belə deyək. Artıq bir neçə ildir, təxminən 8 ilə yaxındır ki, mən bu idman növü ilə məşğul oluram. Yəni hələ indiyənə kimi heç bir problem görməmişəm və əksinə həmişə müsbət tərəflərini görmüşəm. Ümumiyyətlə psixoloqlar da belə bir araşdırma aparıblar, elə izləyicilərimizin də diqqətinə çatdırın. Bax, onlar deyirlər ki, insan gərgin iş saatlarından sonra özünün həvəsi, marağı olan bir işlə məşğul olduqda növbəti iş gününə daha bol enerji ilə başlayırlar. Bəli, yəni işdən sonra sevdiyim bir Yəni idman sənin marağına səbəb olan bir işdir və işdən sonra gəlirsən idmanla məşğul olursan, bu da sənin növbəti gün enerji ilə başlamağına səbəb olur. Əlbəttə ki, yəni məşqdən sonra da istirahət edirəm evdə və yaxud dostlarla, yoldaşlarla, gənclər evidir və yaxud digər yerlərdə əyləşirik, otururuq, söhbət edirik. Gün ərzində kimin başına nə gəlir, maraqlı. Yəni belə istirahət edirik. Yəni bu növ istirahət edirik. Bax Nazım, dedin ki, məşqə gedirəm, idmana gedirəm. Getdiyin idman nədir? Turnajor yoxsa Xeyr, mən turnajorla məşğul olmuram. Yəni elə göründüyü kimi də mən turnajorla məşğul olmuram. Mən Muay Thai ilə məşğul oluram. Muay Thai. Əslində regionda ilk dəfə eşidirəm ki, hansısa bir gənc belə bir idman növü ilə məşğul olur. Mən Muay Thai idman növünün həvəskar növü ilə məşğul olduğum üçün, yəni bu növü yəni bu regionda yoxdur. Yəni sırf bu həvəskar şəkildə məşğul oluram, bu özüm məşğul oluram. Yəni tək fərdi şəkildə məşq eləyirəm. Mən bu idman növünü Bakıda yaşamışam bundan öncə. İdman növünü Bakıda öyrənmişəm. Bakıda mənim ustam Bakıda olubdu, masterim Bakıda olubdu. Taylanddan bir neçə dənə masterlər gəlib bizə təlimlər keçibdilər. Bu idman növü bildiyimiz kimi Taylandda yaranıbdı. Tayland başda olmaqla Kamboçada, Laosda və Cənubi Şərqi Asiya ölkələrində bu idman növü çox geniş yayılıbdır. Tarixçəsi 1300-cü ilə təsadüf görülür bu idman növünü. Cənubi Şərqi Asiya ölkələrində bu idman növünü hərbidə istifadə edirdilər. Əlbəyaxa döyüş, silahsız əlbəyaxa döyüş. Deməli, bu idman növündə diz, dirsək, yumruq, təpik və digər kəllə. Buna 9 orqan döyüş idman növü deyirlər. Eyni zamanda Azərbaycanda da geniş yayılıbdır. Yəni buna Tayland boksu da deyirlər. Tayland boksu deyirlər. Nazım, bax, məlumat verdin bu Muay Thai-ın belə deyək, tarixi ilə bağlı. Yəni qiyabi formada olsa biz bununla tanış olduq, amma gedirik zala, gedək əyani formada sən bunu bizə göstər. Buyurun, tamaşaçılarımız da görsünlər. İnşallah gedək zala, zalda bütün dediklərimizi inşallah orada göstərərəm. Problem yoxdur, gedək. Getdik. Aha, oldu.
Bəli, Nazimlə danışa-danışa artıq gəldik zala. Nazim bax az öncə qeyd etdi ki, məşq edəcəm. Həmin məşq prosesini biz sizə çəkib təqdim edəcəyik. Nazim hazırlaşır. Samir təklif eləyərdim Nazimin bu hazırlıq prosesini, həm də məşq prosesini çəkəsən. Bax, yol gələndə Nazim bizə Muay Thai idman növü haqqında bir qədər, belə deyim, tarixindən məlumat verdi, amma onun texniki tərəfləri də var ki, isinmə hərəkətləri filan, bütün bunları gördü. Elə isinmə hərəkətləri nəyə görə edirdi, bunları izah etməyi istəyərdim. Deməli, bu isinmə hərəkətləri belədir ki, Muay Thai-da və ya başqa digər idman növlərində də belədir ki, mütləq olmalıdır. Yəni, məşqə başlamamışdan qabaq qaçmağa yer yoxdursa, şərait yoxsa, hava şəraiti yağışlıdırsa, onun mütləq kəndirlə, yəni kəndir oynamaqla o qaçmağa əvəzlənir və bədən qızdıqdan sonra, bədən isinəndən sonra şərtdir ki, biləkdir, boyundur. Mən bundan qabaq görüntülərdə də gördüyünüz kimi mən hərəkətləri elədim. Boyundan, əl barmaqlarından tutmuş topuğa kimi, ayaq barmaqlarına kimi hətta isinmə hərəkətləri olmalıdır ki, bu məşq prosesində, çünki Muay Thai-da ağır bir idman növüdür, yəni öncə də dediyim, vurğuladığım kimi ağır idman növüdür. Burada çox ağır bir zədə, travma alına bilər idmançı. Ona görə bu mütləqdir, qızınmalıdır. Döyüşlərdən qabaq da hər bir döyüşçü isinmə hərəkətləri eləyir. Hətta bunun üçün xüsusi krem, xüsusi vasitələr var ki, onlardan sifətdə travma almasın, zədə almasın deyənə sifəti masaj eləyirsən. Deməli, belə Nazim, isinmə hərəkətlərini bitirdin, indi qaldı belə deyim, məşqin əsas prosesi. Bəli, indi mən tək məşq eləyəcəm, yəni gördüyünüz kimi qruşalarla istifadə eləyəcəm. Muay Thai-da istifadə olunan, necə deyərlər, taktikalar, bloklar hansı formada tutulur, hansı formada hücuma keçirir, həmlə olunur, onların hamısını indi sizə göstərəcəm. Eləsə göstər, daha sonra şərh edərik. Bax, belə Nazimlə artıq idman zalından çıxdıq, öz məşq prosesini göstərdik. Biz də təbii ki, sizlərə göstərdik. Həm də bütün bunları göstərməkdə məqsədimiz region gənclərini təbii ki, maarifləndirməkdir. Nazim, bax, məşqdən çıxdıq, indi soruşmaq istəyirəm ki, ümumiyyətlə,
işdən sonra məşqə gedirsən, bəs başqa nə maraqların var? Fərqin deməli, bizdə bildiyin kimi də, yəni bizdə iş şəraiti elədir ki, yəni mümkün qədər vaxt olmur. Yəni Gərgin işləyir. Bəli, gərgin işləyir. Yəni işdən sonra da bəzi eskizlər üzərində, bəzi hansısa bir naxış və yaxud hansısa bir model üçün fikirləşməyə vaxt lazım olur və yaxud onu əllə cızmaq üçün, onu işləmək üçün vaxt lazım olur. Bundan əlavə, məsəl üçün, mümkün qədər asudə vaxtlarımda mən özüm həvəskar fotoqraf kimi çalışıram. Yəni çıxıram təbiətdə, məsəl üçün, yaşadığımız şəhərdə, Yevlaxda çöl qırağında, səfalı yerlərdə, təbiət yerlərində, təbiəti mənzərələrində və yaxud başqa yerdə hansısa bir tarixi abidələri, yəni fotoreportaj eləyirəm özüm üçün. Yəni bunlar belə bir həvəsim var, məsəl üçün, bu mənim üçün hobbidir. Yəni bu musiqiyə qulaq asarsa, yəni bu öz istəklərimi, obyektiv baxışlarımı xatirə olaraq saxlayıram, çəkirəm və onları saxlayıram. Yəni belə başa düşdüm ki, ümumilikdə yəni işdən sonra vaxtın olanda asudə vaxtını maraqlı, dəyərli keçirsən. Yəni vaxtının qədrini bilirsən də, vaxt itkisi etmək istəmirsən. Əlbəttə ki, yəni hər bir tək mən yox, hər bir cavan belə etməlidir. Çünki vaxt axar bir su kimi bir şeydir. Yəni axır gedir. Yəni bunu bir də yaşamayacaq. Bu yaşı, bu devri, bu havanı, bu təbiəti biz bilmirik bundan sonra nə formada olacaqdır. Yəni heç kəs zəmanət vermir, yəni gələcəyə. Ona görə də çalışdığım qədər hər dəqiqə, yaşadığım hər dəqiqədən bir zövq alam, hər dəqiqədən bir hansısa bir xatirəni öz keçmişimə iz qoyam. Yəni o öz keçmişimdə qalsın ki, mən həqiqətən də bu anları, bu xatirələri yaşamışam. Nazim, dedin ki, yaşadığımız bu dəqiqə, bu vaxt geri qayıtmır. Ya bu fəsil, ya bu hava, hər biri ötür keçir. Amma fotolar həmin məqamları bir qədər də olsa həmin vaxt keçdikdən sonra xatırlamaq kömək edir. Elə istəyərdim sənin o fotoqraflığını, belə deyim, şəkil çəkmək qabiliyyətini də göstərəsən. Buyurun, mən də istəyərdim ki, tamaşaçılar görsünlər. Nazım, çox sağ ol, sənin təşəkkürümü bildirirəm ki, vaxtını bizimlə keçirdin. Eləcə də işdən sonra izləyicilərin deyirəm, bu günlük, bu həftəlik bu qədər, gələn həftə görüşərik. Özünüzə yaxşı baxın, hələlik.